Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Əmmə ba'd. Əziz qardaşlarım, əziz müsəlmanlar, bu günləri Allahın izni ilə, gücü və qüvvəti ilə olduqca mühüm olan bir mövzunu danışmaq istəyirəm. Mövzumuzun ünvanı biz müsəlmanlar Allah Resulü sallallahu aleyhi və səlləmə tabi olmalıyıq, yoxsa məzhəblərə mi? Təkrar edirəm, müsəlmanlar Allah Resulü Muhammed sallallahu aleyhi və səlləmə tabi olmalıdırlar, yoxsa məzhəblərə mi? Məzhəblər dedikdə, başlanğıc olaraq onu deyim, hansı ki bundan sonra danışacağım Allahın izni ilə bu haqda geniş şəkildə. Yəni, məzhəbə tabi olmaq dedikdə, yəni bir mənada məzhəblərə təəssübkeşlik etmək. Məzhəblərə təəssübkeşlik etmək. Bu haqda inşallah ki, danışacağım. Bütün zamanlarda olduğu kimi bizim zamanımızda da bəzi insanlar var ki, onlar bu məsələdən bu cürünə istifadə edirlər. Yəni, mən Əbu Hanifəyə, İmam Malikə, Əhməd ibn Həmbələ, İmam Şafiyə tabi oluram və yaxud onun məzhəbindəyəm. Sonra Allah qorusun, bu məzhəbə o qədər özlərini bağlayırlar ki, artıq məqam gəlib o yerə çatır ki, kör-körana təqlid olur. Dəlilləri inkar etmək. Hətta subhanallah, bəzi insanlar olur ki, onların arasında Muhammed sallallahu aleyhi və səlləmin hədisləri açıq şəkildə gəlib onlara çatdıqda belə, dəlillər kitabdan, sünnətdən olsa da belə, deyirlər ki, yox, mən İmam Əhmədə tabi olmuşam, məsələn. Mənim imamım belə demir. Allah qorusun. Bu açıq-aşkar nədir? Kör-körana təəssübkeşlikdir, təqliddir. Yeri gəlmişkən təqlid olaraq mütləq təqlid ancaq Muhammedə etmək olar, sallallahu aleyhi və səlləm. Mütləq təqlidi ancaq Muhammed sallallahu aleyhi və səlləmə etmək olar. Sonra, barakallahu fikum, ikinci məsələni də qeyd edim ki, bizim məzhəblərlə, yəni məzhəb imamları ilə heç bir Allah qorusun, nə yaxından, nə uzaqdan, heç bir düşmənçiliyimiz yoxdur. Yəni, özüm bunu qeyd edirəm ki, bəzi dinləyicilər sonradan nədir? Etiraz edirlər. Deyirlər ki, güyam ki, əhlüsünnə vəl-cəmaa, yəni güyam ki, sələfi tələbələr məzhəbləri inkar edir. Həşə, vallahi, istərsə Əbu Hanif olsun, istərsə İmam Malik olsun, istərsə İmam Şafi olsun, istərsə Əhməd ibn Həmbəl olsun, bütün alimlər, hamısı başımızın üstündə olsun. Rahiməhumullahu cəmiən. Onsuz da hər hansı bir elm tələbəsi, hər hansı bir fıqhı məsələni başa düşmək üçün mütləqdir ki, o məzhəb imamlarının kitablarından birini oxusun. Mütləqdir. İstərsə Həmbəli olsun, istərsə Şafi'i olsun, istərsə Hənəfi olsun, istərsə Məliki olsun. Vallahi, billahi, tallahi, bizim mövzumuz bu deyil. Bizim mövzumuz məzhəblərə təəssübkeşlik etməkdir. Məzhəblərə təəssübkeşlik edənlərləndir. Yəni, bəhsimiz bunun üzərində olacaq. Gəlin, baxaq görək ki, yəni, həmin o imamlar, hansı ki, onlara təəssübkeşlik edirlər, Allah qorusun, Allah hidayət versin o insanlara, görək bu imamlar özləri haqqında nə deyiblər? Və yaxud kimlərsə ki, istəyiblər ki, onlara təəssübkeşlik etsinlər, onlara mütləq olaraq tabi olsunlar, onlar o insanları nə cürünə irşad ediblər, nə cürünə yönəldiblər ki, hətta biz də onları öyrənib bilmiş olaq. İmam Malik, rahiməhullah, buyurur ki, Kullənə raddun və mərdudun aleyh, illə sahibə həzəl qabr. Buyurur ki, hər birimizin, diqqət olun, hər birimizin sözü götürülə də bilər, rədd də oluna bilər. Yalnız bu qəbirin sahibindən başqa. Bilirsiniz, İmam Malik, rahiməhullah, Mədinədə olan imamlardan idi, Mədinədə olan alimlərdən idi. İllə sahibə həzəl qabr deyəndə, Peyğəmbər sallallahu aleyhi və səlləmin qəbirinə işarə edərək buyurur. Deyir ki, bu qəbirin sahibindən başqa. Yəni, İmam Malikin də və digərlərin də sözü götürülə də bilər, rədd oluna bilər. Lakin bir nəfərdən başqa. Bəyək dedik ki, barakallahu fikum, mütləq olaraq təqlid kimə aiddir? Ancaq Muhammed sallallahu aleyhi və səlləmə. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə. Sonra İmam Şafi deyir. Deyir ki, İdə sahhəl hədithu fəhuvə məzhəbi. Fikir verin. Deyir, əgər deyir, sahih hədis gələrsə,
sahih hədis gələrsə, o mənim məzhəbimdir. Subhanallah. Subhanallah. Əgər sahih hədis gələrsə, sahih hədis olarsa, hədis sahihləşərsə, mənim məzhəbim odur. Rahmetullah aleyh. Sonra buyurur ki, İzə xalifə qavli, diqqət olun, İzə xalifə qavli, qavlə Rasulillahi sallallahu aleyhi və səlləm, əgər mənim sözüm Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünə müxalif olarsa, görün nə deyir? Fadribu bi qavli urdal haid. Deyir ki, mənim sözümü çırpın divara deyir. Vurun divara. Subhanallah. Yəni götürməyin. Və xuzu, baxın, Allahu akbar. Deyir ki, və xuzu bi qavli Rasulillahi sallallahu aleyhi və səlləm. Götürün deyir Allah Resulü sallallahu aleyhi və səlləm sözünü. Allah Resulü sallallahu aleyhi və səlləm dediyini götürün. Ona tabi olun. Heç bunları eşitdikdən sonra insafla bizə yaraşarmı ki, istərsə Hənəfi olaq, istərsə Məliki olaq, istərsə Şafiyə olaq, istərsə Həmbəli olaq. Heç bizə yaraşarmı ki, subhanallah, bunların, bu imamların sözündən sonra yenə də biz deyək ki, biz Şafiyiyik və yaxud Həmbəliyik. Davam edirik. Barakallahu fikum. Əhməd ibn Həmbəl buyurur ki, Acibtu li qavmin araful isnadə və sihhətəhu yəzhəbunə ilə rəyi Sufyan. Subhanallah. Deyir, o qövmə deyir, təəccüb edirəm ki, yəni hədisləri bildikdən sonra, isnad yəni hədislərin sənədlərini bildikdən sonra, onlar nədir? Yenə Sufyanın rəyini götürürlər. Allah subhanahu wa ta'ala Nur surəsində buyurur ki, فَلْيَهْدَرِ الَّذ۪ينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ أَنْ تُصِيبَهُمْ فِتْنَةً اَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ. Uca Allah şərəfli kitabında buyurur ki, qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən yaxud özlərinə ağrılı, acılı bir əzab üz verməsindən qorxsunlar. Subhanallah. Vallahi bu ayət çox əzəmətli ayət. Yəni, o qəlblər ki, orada iman var, daha doğrusu, o qəlblər ki, orada Muhammedə sallallahu aleyhi ve sellemə tazim var, ittiba var, Allah Resulü sallallahu aleyhi ve sellemə itaatçilik var, tabiçilik var. Vallahi bu ayəni eşidəndən sonra gərək həmin qəlblərdə zəlzələ baş versin. Allahu akbar. Baxın, subhanallah. فَلْيَهْدَرِ الَّذ۪ينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ اَنْ تُصِيبَهُمْ فِتْنَةً. Bilirsiniz fitnə nədir? Bu ayədə keçən fitnə nədir? Ayədə keçən fitnə şirkdir, Allah qorusun. Müəllif buyurur ki, لَعَلَّهُ اِذَا رَدَّ بَعْدَ قَوْلِهِ اَنْ يَقَعَ فِي قَلْبِهِ شَيْءٌ مِنَ الزَّيْغِ فَيَهْلِكْ. Allahu akbar. Deyir ki, ola bilsin ki, deyir, Allah Resulü sallallahu aleyhi ve sellemin hər hansı bir sözünü rədd etsin. Hər hansı bir insan. Diqqətli olun. Subhanallah. Deyir ki, ola bilsin ki, Peyğəmbərin sallallahu aleyhi ve sellemin hər hansı bir sözünü rədd etsin, bununla da qəlbinə zeyğ düşsün. Zeyğ yəni haqdan uzaqlaşmaq. Allah qorusun. Bununla da qəlbinə zeyğ düşsün və bununla da həlak olar. Həlak olsun, Allah qorusun. Məsələ təhlükəlidir. Son dərəcə kimi təhlükəlidir, subhanallah. Çalışmaq lazımdır. Bu məsələləri yaxşı şəkildə öyrənmək. Allaha dua etmək ki, Allahım, məni Peyğəmbərə sallallahu aleyhi ve sellemə tabi olan qullarından et. Sallallahu aleyhi ve sellem. Dərsin öndə dediyim kimi, istənilən bir məsələdə, istənilən bir fıqhı məsələdə, belə deyək də, bir elm tələbəsi, misal üçün, elm öyrənir bir neçə il. Onun keçəcəyi bir mərhələ var, hansı ki, kitablar oxuyur, fıqh kitabları. Heç şübhəsiz ki, bu məsələləri özünə başa düşə bilməz. İstəsə də, çalışsa da alınmayacaq. Çünki elə məsələlər var ki, çox ağır məsələlərdir. Mütləqdir ki, neynəsin? Hər hansı bir imamın kitabına dönsün. Hər hansı bir imamın kitabına dönsün. Lakin, həmin o imamın kitabı onun üçün vasilə olsun. Onunla Peyğəmbər sallallahu aleyhi ve sellem arasında vasilə olsun ki, o bizi Allah Resulü sallallahu aleyhi ve sellemin sözlərini, Allahın muradını anlamaq üçün
bir vasilədir. Dönürük yenə imamların sözlərinə. Baxın, yenə İmam Malik rahimehullah buyurur. Buyurur ki, men ibtəda'a fil İslami bid'aten yaraha haseneten. Buyurur ki rahimehullah, kim İslamda bir yenilik ederse, bu cümlelere fikir vermək lazımdır. Vallahi bu cümlelerin kıymeti yoktur. Ola bilsin qızılın, gümüşün, brilyantın kıymeti var. Yüzlərlə, minlərlə, milyonlarla. Bu cümlelerin kıymeti yoktur. Bunlar kıymetsiz sözler, subhanallah. Bakın, yani pulla verilip Allah sözler değil, kıymetsiz o nəzərdə tuturam. Ola bilsin ki, hər hansı bir əşyanı pulla verib almaq olur. Lakin bu sözler, subhanallah, acibdir həqiqətən, çox təəccüblüdür. Həqiqətən çox, nə cür deyərlər, qəlblərə işləyən bir sözlərdir. Buyurur ki, rahimehullah, men ibtəda'a fil İslami bid'aten. Kim İslamda bir yenilik ederse, həmin bu yeniliği güzel görərsə, fəqad zə'amə ənə Muhammeden sallallahu aleyhi və səlləm xanər risalə. Allahu akbar. O iddia etmiş olar ki, həmin adam iddia etmiş olar ki, Allah Resulü sallallahu aleyhi və səlləm risalətə xəyanət edib. Yəni Quran-ı Kərimə, İslam dininə. Allahu akbar. Çünki Quran-ı Kərimdə ayə var. İmam Malik bunu özündən demir. Hansı risalətdir o? Allah subhanahu teala buyurur ki, hamınızın bildiğiniz ayə, El-yevme ekmeltu lekum dinekum ve etmemtu aleykum ni'meti ve raditu lekumul İslam'e dine. Bugün dininizi sizin için kamil ettim. Size olan nimetimi tamamladım ve bir din olarak sizin için İslam'ı beğenip seçtim. Sonra İmam Malik rahimahullah bu sözünü dedikten sonra bu ayeti okuyor. Hansı ki dedi ki, kimse İslam dininde bir yenilik eder. Sonra hemen bu yeniliği güzel görərsə, zam etmiş olar ki, zam eder ki, iddia etmiş olar ki, Muhammed sallallahu aleyhi ve sellem Risale'ye xəyanət edib, Allah korusun. Sonra hemen bu ayeti okuyor İmam Malik. Sonra devam edir. Buyurur ki, فَمَا لَمْ يَكُنْ يَوْمَ اِذٍ دِينًا فَلَا يَكُونُ الْيَوْمَ دِينًا. O gün din olmayan, o gün yani Muhammed sallallahu aleyhi ve sellem vaxtında, hansı kitap nazil olanda, o gün din olmayan, bugün din olabilmez deyir. Subhanallah. O gün din olmayan, bugün din olabilmez. Bunları bildikten sonra, gelin baxaq görək ki, Uca Rabbimiz, Subhanahu Teala, 7 səmanın üzərindən bize Peygamber sallallahu aleyhi ve selleme tabi olmağı, mütləq olarak tabi olmağı neçə ayetlerde əmr edir. Quran-ı Kerimdə onlarla, desem belki az olar, ayetler var ki, Allah birbaşa, yani ortada heç bir vasitə olmadan, bayaq nə dedik? Dedik ki, o imamların kitablarını biz oxuyuruq, imamların o məzhəblərindən istifadə edirik ki, Muhammedin sallallahu aleyhi ve sellemin muradını başa düşmək üçün. Axı bu şəriətin sahibi Allahdır və onun Resulü elə deyilmi? İndi gəlin baxaq görək ki, Allah subhanahu wa ta'ala tabiçilik mövzusunda, ittiba mövzusunda bize ne cür əmirlər edir? Bakın Allah subhanahu wa ta'ala buyurur ki, hansı ki bu oxuyacağım ayət, elm əhli bunu imtihan ayəti adlandırıblar. Uca Allah buyurur, قُلْ اِنْ كُنْتُمْ تُحِبُّونَ اللّٰهَ فَاتَّبِعُونِ يُحْبِبُكُمُ اللّٰهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللّٰهُ غَفُرْ رَحِيمٌ. De, yani Allah Peygamber'e de sallallahu aleyhi ve sellem. De, eğer siz Allah'ı sevirsinizsə, benim ardımca gelin. Ki, de, eğer siz Allah'ı sevirsinizsə, benim ardımca gelin ki, Allah da sizi sevsin. Ve günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhimlidir. Biraz bundan önce okuduğum ayet. Yine Allah subhanahu teala buyurur. فَلْيَحْذَرِ الَّذ۪ينَ يُخَالِفُونَ عَنْ اَمْرِهِ اَنْ تُصِيبَهُمْ فِتْنَةٌ اَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ. İkinci ayəni oxuyuram. Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən yaxud özlərinə ağrılı acılı bir azab üz verməsindən qorxsunlar. Allah qorxsun. Üçüncü ayəni oxuyuram.
Subhanallah. Düşünün ki, Peyğəmbərə sallallahu aleyhi ve sellemə tabi olmaq müsəlmanlar üçün elə bir neymətdir ki, Allah o insanlara elə neymətlər hazırlayıb ki, subhanallah, hətta kitabında xəbər verir. Allah o insanlar üçün, hansı ki, onlar Peyğəmbər sallallahu aleyhi ve sellemə tabi olurlar, onlar üçün elə neymətlər hazırlayıb. Allahu akbar. Baxın, Allah subhanahu teala buyurur ki, وَمَنْ يُطِعِ اللّٰهَ وَالرَّسُولَ فَأُولَٰئِكَ مَعَ الَّذ۪ينَ أَنْعَمَ اللّٰهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ وَحَسُنَ أُولَٰئِكَ رَفِيقًا. Burada Allah buyurur ki, Allah'a ve onun elçisine itaat edenler, Allah'a ve onun elçisine itaat edenler. Fikir verin, itaat mevzusuna. Allah özlerine nimet bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlər və əməl salihlərlə birlikdə olacaqlar. Allah bizlərə nəsib eləsin. Allah bizlərə Peyğəmbər sallallahu aleyhi ve sellemə tabi olmaq nəsib eləsin. Sallallahu aleyhi ve sellem. Hətta bu neymətlərə nail olmaq üçün. 3-cü ayəni oxuduq, bitirdik. 4-cü ayəni oxuyuram. Yenə Uca Rabbimiz buyurur ki, فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فِي مَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا. Buyurur ki Subhanahu wa Teala, xeyr, sənin Rəbbinə and olsun ki, onlar aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, fikir verin, sonra da verdiyin hökümlərə görə özlərində bir sıxıntı duymadan, tam təslim olmayınca iman gətirmiş sayılmazlar. Allahu akbar. Vallahi bu ayət. Yetər ki, bu ayəti oxuduqdan sonra, eşitdikdən sonra insan Allaha tövbə etsin. Əgər doğrudan da onda məzhəblərə qarşı təəssübkeşlik varsa. Fikir verin. Xeyr, sənin Rəbbinə and olsun ki, bu aləmlərin Rəbbi olan Allahın sözüdür. Allahu akbar. Aləmlərin Rəbbi olan Allah subhanahu wa ta'ala istəyir ki, Muhammedə tabiçilik olsun. Sallallahu aleyhi ve sellem. Xeyr, sənin Rəbbinə and olsun ki, onlar aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, istənilən bir məsələ iki müsəlman arasında düşüb, nədir? Ya eyyuhəllezine əmənu, ey iman gətirənlər, aranızda, başqa bir ayədə, yenə Nisa surəsində, aranızda bir ixtilaf düşdükdə, fərudduh ilallahi və rasul, Allaha və Rasuluna qaytarın. Nə məsələ olursa olsun, aramızda bir ixtilaf düşdüsə, mütləq nə etməliyik? Gəlin bunu qaytaraq Allah Rasulü sallallahu aleyhi ve sellem. Məgər Allah Rasulü sallallahu aleyhi ve sellem bütün məsələlər haqqında bizə xəbər verməyib mi? Sallallahu aleyhi ve sellem. Hamımız bir ağızdan deyirik ki, bəli, vermişdir sallallahu aleyhi ve sellem. Buyurur ki, Subhanahu Teala, sənin Rəbbinə and olsun ki, onlar aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökümlərə görə, yəni bununla bitmir. Hakim hesab etdik Peyğəmbəri sallallahu aleyhi ve sellemi və bu da aramızda höküm verdi. Yəni onun sünnəsi. Hakim hesab etməyincə, sonra da verdiyin hökmə görə özlərində bir sıxıntı duymadan, tam təslim olmayanacan iman gətirmiş sayılmazlar. Təslimliyyət kamil şəkildə olmalıdır. Bəli, Peyğəmbərin sallallahu aleyhi ve sellemin hər hansı bir hökmü gəldisə, qəlbdə heç bir sıxıntı duymadan. Səmi'nə və ata'nə, eşitdik və itaət etdik. Bu da Allahın subhanahu wa ta'ala'nın bizə etdiyi əmr. Biz götürdük, barakallahu fikum, imamların sözlərini, hansı ki onlar həzər ediblər ki, onlara tabi olunsun və onlar bunun əksinə olublar. O illər gəlib kimsə deməsin ki, hansısa bir imam. Baxın, subhanallah, açıq şəkildə söylüyorum buradan. Üzümü tuturam Hənəfi olana, üzümü tuturam Maliki olana, üzümü tuturam hər hansı bir məzhəbçiyə. Kim olursa olsun, sahibi kim olursa olsun. Və yaxud digər firqələrə. Kimsə bir dənə mənə, bir dənə yazılı şəkildə, sənədli şəkildə, sənədi sahih olan, yazılı şəkildə bir risələ, bir məktub gətirsin ki, məsələn, desin ki, İmam Abu Hanifə deyib ki, mən dünyamı dəyişdikdən sonra mənə tabi olun. Mənim ardınca gedərsin. Desin ki, İmam Şafi belə deyib. Vallahi açıq şəkildə çıxıb YouTube'da dərs verəcəm. Və deyəcəm ki, bəli, mən bunu demişdim, kimlərsə mənə tapdı gətirdi, bu gündən sonra mən də məzhəbçi olacam. Bu gündən sonra mən də Şafi olacam, Məliki olacam. Yoxdur, qardaş.
Heç bir alim bunu deməyib, subhanallah. Heç bir alim özünə çağırmayıb. Çünki onlar nəyə görə? Onlar Peyğəmbər s.ə.v sünnəsini bilirlər. Heç subhanallah o cürə böyük dağ kimi alimlər belə şey razı olardılarmı? Rahiməhumullah. Məzhəb imamları haqqında danışdıq. Sonra Allahın subhanahu wa ta'ala'nın Peyğəmbərə s.ə.və tabi olması haqqında. İndi gəlin baxaq görək ki, axı, subhanallah, məsələlər hamısı bir-birinə zəncirvarıdır. Bu Quran-ı Kərim nazil olanda, Allahın kitabı, Peyğəmbərimizin s.ə.v yanında kimlər idi? Sahabələr radiyallahu anh. İndi sual verirəm, ikinci sual. Sahabələr hər hansı bir məsələ onlara gəldikdə, görəsən, üzr istəyirəm bu, yəni istehza kimi demirəm, bunu Allah bilir qəlbimdə olanları, subhanahu teala. Yəni kimsə ələ salmaq məqsədi ilə demirəm. Görəsən, onlar hansı məzəbdə idilər, subhanallah? Onlara bir məsələ gəldikdə, Abu Bakr, Omar, Osman, Ali, İbn Məsud, İbn Abbas, onlar nə deyirlər ki, biz məlikiyik, biz şafiyik, biraz düşünmək lazım, subhanallah. Biraz düşünmək lazım. Onlar birbaşa Peyğəmbərin yanındaydılar, sallallahu aleyhi ve sellem. Gəlin biraz baxaq görək onların tabiçilikləri nə cürünə idi. Nə cürünə idi Allah Resulü, sallallahu aleyhi ve sellem. Onların tabiçiliklərinə baxanda, subhanallah, subhanallah. İmam Şafi deyir ki, bir məsələni qoyub obusuna keçirik, qaydacam bura inşallah. İmam Şafi deyir ki, Allah ona rəhmət eləsin. Deyir ki, vaxtımızda, zamanımızda deyir. Heç bir nəfər deyir, sahabələr kimi, heç bir nəfəri görmədik. Bir nəfəri görmədik ki, onların etdikləri əməllər kimi bir əməl etsinlər. Yəni, belə deyək də, İmam Şafinin vaxtında salih əməllər görən yox idi mu? Yüzlərlə. İmam Şafinin vaxtında alimlər, elm əhli, Allahdan qorxan insanlar, salih insanlar, oruç tutanlar, gecə namaz qılanlar, bunlar heç biri yox idi mu? İmam Şafi bilir nə deyir? Deyir ki, sahabələrin əməlləri kimi bir nəfər deyir, əməl edən görmədik deyir. Subhanallah. Rahiməhumullah. Radiyallahu anhum cəmiyan. Allah hamısından razı olsun. Peyğəmbərin sallallahu aleyhi ve sellem sahabələri elə tabi olublar ki, Allah Resulü sallallahu aleyhi ve selleme, subhanallah. Adam eşidəndə onlar sahih sənədlərlə bizə gəlib çatmasa, fikirləşirsən ki, subhanallah, nə cür olub onlar? Onlar nə cür bəşər olublar? Allahu akbar. Bir günlər Peyğəmbərimiz sallallahu aleyhi ve sellem yerinizdə oturun, əmr edir. İbn Məsud radiyallahu anh, səhv eləmirəmsə, İbn Məsud məscidə daxil olmaq istəyəndə, yoxsa məsciddən çıxanda eşidir bunu ki, Allah Resulü sallallahu aleyhi ve sellem oturun əmrini edir. Yerindəcə oturur, subhanallah. Yəni, bizim vaxtımızdakı kimi deyildi məscidlər. Yəni, kondisionerlər, nə bilim, sərin məscidlər və s. Xalçalar, torpağın üstü, günün altı. İbn Məsud radiyallahu anh dərhal oturur. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem söhbətini qutardıqdan sonra sahabələrdən çıxanda soruşurlar ki, sən niyə burada oturmuşsan? Deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellemlə, baxın, eşitdim ki, oturun, qorxdum ki, deyir, nə bir addım qabağa, bir addım arxaya gedərəm, Allah qorusun. Allah Resulü sallallahu aleyhi ve sellemə asi olub, həlak olaram. Subhanallah. Dərhal oturub. Fikir verirsiniz? Onlar dəhşətli insanlar idi, Allahu akbar, radiyallahu anh. Dərhal oturub. Fikir verirsiniz? İbn Abbas radiyallahu anh'ın yanına adamlar gəlir, suallar verirlər. Deyir ki, Allah deyir, Resulü deyir bu cürə. Çünki onlar bu tərbiyə üzərində tərbiyələnmişdilər, radiyallahu anh. Qalə-Allah, qalə Resulullah. Allah və Resul dedi. Həmin o adamlar deyir ki, biz Abu Bakr Omardan soruşduq. Onlar bu cürə demirlər. Sanki İbn Abbasla razılaşmırlar. İbn Abbas deyir ki, Subhanallah. Aqulu lakum, qala Allah, qala Resulullah, və entum taqulun, qala Abu Bakr və Omar. Allahu akbar. İstağrab edir. Təəccüblənir. Deyir ki, sizə deyirəm ki, Allah və Resulü dedi. Siz də deyirsiniz, Abu Bakr və Omar dedi. Abu Bakr və Omar, hansı ki onlar haqqında nə qədər hədislər var. Onların fəzilətləri haqqında. Hətta onlara belə qoymur. Deyir ki, qorxuram ki, Subhanallah, Allah deyir, göydən daş yağdırar. Allah qorusun. Qorxuram deyir, Allah göydən daş yağdırar. Onların mənhəclərinə fikir verirdiniz. Onların ittibaasına fikir verirdiniz. Radiyallahu anhum. Son olaraq, barakallahu fikum, əziz qardaşlarım, bu xitabım bütün müsəlmanlar üçündür. İstərsə təəssübkeşlik edən müsəlmanlar, istərsə etməyənlər.
Xüsusən də üzümü tuturam onlara ki, onlar hər hansı bir məzhəbi götürüb bərk-bərk yapışıb və ondan kənara çıxmır. Subhanallah. O insanlara üzümü tuturam. Allah bizim hamımızın günahlarımızı əhv eləsin, bağışlasın. Düşünün ki, bizlərdən birimiz və yaxud o imamlara o cürə təəssübkeşlik edənlərdən biri Peyğəmbər sallallahu aleyhi ve sellemlə qiyamət günü görüşüb. Sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellemlə görüşüb, aralarında bir söhbət baş verir. Düşünün bunu ki, Allah Resulü sallallahu aleyhi ve sellem soruşur ki, məndən sonra kimə tabi oldun? Allahu akbar. Mən dünyamı dəyişdikdən sonra sizin üçün mübarək olan bir sünnə qoyub getmişdim. Sən kimə tabi oldun? Həmin vaxtı utanmaz insan, subhanallah. Nə cürlə, hansı cürətlə Peyğəmbərin üzünə baxar həmin insan? Sallallahu aleyhi ve sellem. Vallahi, ehtiyatlı olmaq lazımdır. Ehtiyatlı olmaq lazımdır ki, bu məsələlərdə orta yol tutmaq. Son olaraq, təkrar edirəm, sözüm səhv anlaşılmasın. Biz məzhəbləri inkar etmirik. Yəni, məzhəbdən hər hansı bir məsələni, fıqı məsələləri götürüb, istifadə etməyi, onlardan yararlanmağı heç kim inkar etmir. Bunu məzun insanlar deyirlər, Allah qorusun. Bunu məzun insanlar deyirlər ki, mən fıqı da özüm öyrənirəm, əqidəni də özüm öyrənirəm. Bu anlar şey deyil. Belə desə də səhv eləyəcək. Sadəcə olaraq bizim dediyimiz nədir? Yəni, Əhl-i Sünnənin vel cəmaətin dediyi nədir? Mütləq olaraq tabiçilik Peyğəmbər sallallahu aleyhi ve sellemə hər hansı bir məzhəbi götürüb, oradan fıqhı məsələlərdən istifadə etmək. Yəni, hər hansı bir məsələdə mənə dəlillər gəlib çatdıqdan sonra mənim deməyim ki, mən Şafiiyəm, bu müsibətdir, Allah qorusun. Axı, biz oxuduq, öyrəndik, İmam Şafi bu cürə deməyib. Deyib ki, sənə hədis gəldikdə, vurun mənim sözümü divara. Hər hansı bir məsələ gəldikdə sənə nədir? Sən mütləq olaraq Peyğəmbər sallallahu aleyhi ve sellemə tabi olmaq. Biz məzhəbləri, yenə deyirəm, inkar etmirik. Bizim inkar etdiyimiz təəssübkeşlikdir. Bizim inkar etdiyimiz nədir? Təəssübkeşlikdir. Ola bilsin ki, barakallahu fikum, sizi çox yormuyum. Yəni, təkrar dedim bunu. Məsələləri, fıqhı məsələləri biz götürəcəyik, öyrənəcəyik. Lakin, barakallahu fikum, bizə sahih bir hədis gəldikdən sonra nədir? Biz Muhammed sallallahu aleyhi ve sellemin sözünü, sənə demirəm o məzhəbdən çıx. Yenə o məzhəbdə qal. Amma sən, yaxşı belə deyək, sənə bir məsələ gəldikdə, mən yadıma gəlir, subhanallah, bəzi adamlarla görüşmüşdük, Allah onları ıslah eləsin. Subhanallah, Hənəfiyəm deyir və yaxud Şafiiyəm deyir. Heç o birisi imamları da qəbul eləmir. Fikir verin, məsələ o dərəcədədir. O birisi imamları da qəbul eləmir. Deyirsən ki, qardaş, bax, Allah rəhmət eləsin, İmam Şafi belə deyir, Əhməd ibn Həmbəl bu cürə deyir. Onların da arasında ixtilaf olub da. Yəni, sən niyə görə bu Əhməd ibn Həmbəl dediyini götürmürsən ki? Deyir, yox, ancaq Şafi dediyini götürəm. Fikir verin, hətta nəinki özünün məzhəbində, nəinki Peyğəmbər sallallahu əleyhi və səlləm tabiçilik. Hətta o birisi imamın da sözünü götürmür. Sən tabi olduğun da imamdır da, subhanallah. Bu da imamdır, bu da imamdır. Bu da doğru elə bilər, bu da doğru elə bilər. Bu da haqqa isabət eləyə bilər, bu da haqqa isabət edə bilər. O zaman Allahdan dilərəm ki, Allah subhanahu teala eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah subhanahu teala bizə Muhammed sallallahu aleyhi ve sellemə tabi olan qullarından və imamlara da həmişə hörmət edən qullarından etsin. Allah Teala bizləri sözlərimizdə və əməllərimizdə ixlaslı olan qullarından etsin. Subhanakallahumma bihamdik. Əşhədu an la ilahe illa ente estağfiruka və etûbü ileyk.